Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Deməli bizim bir müştərimiz var idi. Belə bir şeylə rastlaşdıq. Həkimdə Allah köməyində olsun. Yaxşı həkimdir də, belə deyək. Sözün düzün danışandı. Bu da gəlib bu hal bunun evində baş verib. 10 gündür bu adamın kombisində təzyiq düşür. Kombimizdə Ariston kombisidir. Yəni qəşəngdə işləyən kombidir, normal kombidir. Gəldik, baxış elədik, nədir adı? Genişlənmə çənini də dəyişdik. Gördüyünüz kimi buradadır. Genişlənmə çənində də şübhə yarandı ki, havası olmaz eləməz. Öz çənini də regulovka elədim. Havasını yenə buraxdı. Və ondan sonra kombin içinə baxış keçirdik. Gördük yenə kombin içərisində yəni buraxan yeri yoxdur. Damcı deyilən yeri yoxdur. Və düşdük radiatorlarımızı gəzdik. Bu bizim yataq otağındakı radiatordur. Bax bu gördüyünüz kimi. Mən açığı birincidən düzdür şübhələnmişdim sistemin buraxmağı. Prosto sadəcə olaraq heç hardan su buraxmırdı. Buraxmadığına görə də yəni deyə bilmirsən ki, də buradan buraxır. Başa düşürsən, gərək bir şey 100% biləsən ki, ondan sonra onu deyəsən. Daha bu 10 gündür bu ev sahibi yazıq nələr çəkir, bir onu Allah bilir. Bundan Allah köməyin olsun. Bax bunu tapmağı tapdım. Bax bu indi çəkilişini padvaldan düşüb eləyəcəm. Gör nə cür çəkiblər. Bax bu bizim yataq otağındakı radiatorun alt hissəsidir. Deməli təzyiqi mən 2-yə qoydum ki, bilim buraxma olsun. Az buraxanda bildirmir, amma çox təzyiqi qoyanda bildirir. Gördüyünüz kimi bax nəmişdir, onun alt tərəfindən buraxır. Və paykanı da, yəni ki, bax, görün nə gün də iş görürlər. O bir telefon işığını yandırım, göstərim. Yəni mən buradan heç kimi pisləmirəm. Yəni məqsədim də yoxdur. Sadəcə olaraq görülən işdən söhbət gedir. Bax, görün o paykanı, baxın. Görün nə gün də çəkiblər, baxın. Ağzını təmiz yığıb qoyublar ora, bax, görürsünüz. Bax bu krantın bax içərisinə baxın. Baxın əziz izləyicilər, baxın, bax buradan işıq düşür. Bax görürsünüz, baxın. Bir karandaş diametrində yer qoyublar. Da bu olmaz belə. İş görürsənsə düzəməlli görməlisən, səliqəli görməlisən. İşin gedişatı var, yəni işi başdan sovdu. Bax bu karandaş qədər diametrini qoyublar. 25'lik borunun içərisini belə deyək də təmiz yığıblar, pis günə qoyublar da bildiyin. İndi isə tapmışam onu. İndi onu padvaldan kəsib, çıxardıb və üzlə çəkəcəm getsin. 10 gündür ki, bu adam zülüm çəkir. Hardasa bir 4 gündə mən gəldim, 3 gündür bura. Yəni bunu təyin eləməyə görə. Nə sistem yan aparata dedilər, biri dedi gəlib pulumu alacam. Tapa bilməsəm də, neynəsəm də, o elə şey olar. Sən işini tapıb təhvil vermirsənsə, nəyə görə pul almalısan? İşini qardaş tapıb üzə çıxardıb, ondan sonra da işini təhvil verirsən. Elə şey ola bilməz axı. Yəni ki, sən işini gör, tapa bilmə, elənçinə də qoy çıx get, o da olmur axı. Olmaz elə. Gərək işini tapıb, tam ortaya çıxardasan və ondan sonra da biləsən ki, budur, qutardı getdi. İndi isə mən bunu radiatoru belə deyək, qabağından buradan deşib, padvala düşəcəm, padvaldan isə o xəttimizə qoşacam. Xəttə qoşub ondan sonra problem getdi. Paykanı çox bərbad halda vurublar. Bax görürsünüz, burada dirsəkdir. Dirsəyin yanında bir mufta qoyublar. Qardaş, turbanı uzun elə biraz. Deyir ağanın malı gedir, nökərin canı. Biraz uzun elə dirsəyə vur da, yəni calaq olmasın. Yəni bir sözlə paykanı çox belə deyək də, çox pis günə qoyublar. Belə deyilməyəcək dərəcədə. İndi inşallah mən bunu çəkəcəm. Çəkib qurtarandan sonra da videonu izləyin. Yenə çəkilişini eləyib paylaşacağım. Onda görərsiniz ki, həqiqətən də nədir, nə deyil. İndi bizim bu genişlənmə çənimizin də düzdür. Bundan da şübhələnirdim. Az miqdarda bu da hava saxlamır. Ayrı balon qoymuşuq. İndi hər ehtimala qarşı yenə lazım olsa onu da yoxlayacaq. Bir qoymuşdum təzyiqi. İndi isə baxaq, görək biri var yoxsa yox. Yox, yoxdur, bax, azdır. Balon da yaxşı saxlamır havanı. İndi isə əziz izləyicilər, mən bu hissəni işləyim, qurtarım. Ondan sonra yenə
bir etap çəkiliş eləyəcəm təzədən. Və videonu axıra qədər izləyin, görərsiniz. Əziz izləyicilər, biz qurtardıq işimizi və o, belə desək, güclü ustanın düzəltdiyi yeri də düzəltdi, ücreta buraxma yoxdur. Bax, budur. Düz deyil, bu qoşulma səhv deyil. Sadəcə olaraq 50% istilik verir. İndi o da dedi, belədir, belə də qoşdursan. Heç nə olmaz da, indi nə vaxtsa şey eləyərik. İndi qəşək, xodlamışam radiatorumuzu. Qəşək, ürəyin istəyən, istilik də verir. Bax, bu cür deşdim, bax, o köynələr qaldı orada. Çünki o aşağıdan buraxırdı, paykadan buraxırdı. Ona görə də bax, bunları yığdım, qutardı, getdi. Kombimizdə xodlamışıq, şəklini də çəkdirdim. 1.7 atmosfer təzyiq var. Bundan da iş bitdi da, yazıq 10 gündür ta zülüm çəkirik, zülümün. Bütün də qoymuşuq bura, dur soysun. Bax, əzizləyicilər budur. Bu ütünü içəri qoyaq. İşimiz bununla da bitdi. Düşüb padvalda çəkək. Görək padvalda nə iş görübdür. Güclü ustamız bizim. Mən burada kimsə pisləmirəm, demirəm. İşləsinlər, prosto sadəcə olaraq işlərini düzgün görsünlər. İşi düzgün görməyəndə əlbəttə ki, işin də axırı belə olur. İndi hələ mənim qorxum odur ki, buranı düzəltdim. Vurub başqa yerdən çıxmasa yaxşıdır. Çünki payka çox bərbad haldadır. Genişlənmə çəni də az-az buraxır. Yoxladım, bir qoymuşdum, bir atmosfer buraxıbdır. Düşüb təzyiqi. İndi isə düşək padvalımızda çəkək. Görək orada, bax, bu boruları oradan kəsib gətirmişəm. Bura işlətməyə görə. Düz deyil, izolyasiya eliblər, amma eləməsələr ondan yaxşıdır da. Çox bərbad halda. İndi isə gedək. Qoy gedim çəkiliş eləyim. Çəkir. Bizdə dəqiqə bax, görürsən, burada da hamısını alt üst qoşurlar. Özdə gör, pəncərənin altında nə boyda yer var. Radiator gör, aparıb faras diriflər, türkün misalı. Qardaş, belə olmaz. Bunu işləyirsənsə, gör nə qədər. Bunu çox demirəm, bir 10 santı qaldırardın yuxarıda. Dünya dağlardı. Gör nə boyda yer var pəncərənin altında. Fikir versiniz. Bu həm də ki, deyirlər, belə. Valla, istilik yuxarı qalxır. O kim nə deyir desin, orada o qədər TikTokda danışırlar, ay belə, elə. Onları boş vermək lazımdır. Hal-hazırda söhbət olandan gedir. Bu cür qoşulmada ev sahibinin özü də baxır, deyir, ayasıdır, altı deyir, söyüqdur. Altı sinmir. Çünki, qardaş, qoşulma var da, bu qoşulma düz olmayanda həmişə bax, elənçin olur. Gedək padvalda çəkək. Padvalda çəkək, qoyayım. Görün padvalı nə günə qoyublar da. Qaranlıqda düzdür, telefon işığından tuturam. Bax, əzizləyicilər, mən qoşduğum radiatora, bax, bu xətti görürsünüz. Bu isə, bax, bu xət var, bu xət gəlib, bax, buna qoşulurdu. Bax, buna. Bu da beton altından gəlirdi, buradan radiatora girirdi. Evin içindən aparıblar. O da ki, buraxırdı. Budur, görün, paykanın gözünü gör nə gündə. Yığıblar, hamısı bərbad gündə işləyiblər də bir sözlə. Budur, bura kombinin yanına gedən yerdir, bax, 32'lik boru ilə. Bax, budur. Bunların işlədiyi, gör, fikir versən. Güyəkin izolyasiya ediblər. Yarı çöldə, yarı içərdə da belə deyilməyəcək dərəcədir. Güyəkinin də iş görürlər. Vallahi görün, iş, amma belə yox da. İzolyasiya vurubsan, skoç vurubsan, amma görsənir boru. O da itki deməkdir də. İstilik itkiyə gedir. İtkiyə də getdisə, o nə boyda qaz sərfiyyatı demək. Bax, budur, görürsünüz. Bax, açıqdadır boru. Buna bax, izolyasiyanı da buradan cırıblar. Elənçinə də qoyublar. Üstündən skoç da vurmuyublar. Bu da buradan gedir o birisi tərəfə. Bu da eyni açıqdır. Bu da gedir buradan. Bunu maraqlıdır. Bunu niyə belə çəkirsən? Onu oradan belə ver. 2 qənədə. Bunu da bu birisi tərəfdən ver də. Çox belə səmitsiz iş görüblər.
Budur. Bu da o bir otaqdır. Gələk o buranı da çəkək. Gəliblər bura və görürsünüz. Burada da bax bu hissənin üstü açıqdır izolyasiyanın. Gətirib gəliblər bura. Buradan da belə çəkiblər. Bu cür. Yəni bunu vallahi bu işi görürsənsə, gərək səliqəli görəsən, keyfiyyətli görəsən. Budur. Güya buruflar ki, salalar dirsək itə, dirsəkdə görünür çırıflar. Elənçinə də qalıb yerində. Sonra deyirlər ki, usta kiminsə dalından niyə danışsam pistirsən. Pisləmirəm, nə də danışmıram. Sadəcə olaraq deyirəm ki, düzgün iş görün də. Bax, bu ev sahibi də çağırır, valla. Yəni, nə desən dişinin dibindən çıxanı deyir də o da. Deyir ki, bax, pulunu verirəm, niyə belə iş görür? Görə bilmir, qardaş, görməsin də. Desin, mən bilmirəm. Valla, hamı kimə mən rast gəlirəm, görənlər, bax, gəlirəm bu halda görürəm, düzəldirəm, valla, dalından 50 kimin söz deyirlər. Ki, niyə belə eləyirlər? Bax, bilmirsən, niyə eləyirsən? Budur, izolyasiyanı çırıq, gör nə gündə. Bu, güya ki, istilik saxlayır. Bu, saxlamır, axı, burada gərək izolyasiya elədiyin xəttə ümumiyyətcə şey olmuyor, nə də adı? Nə deyəcəkdim? Turba görsənmiyor. Ümumiyyətcə də, yəni izolyasiya olunan borda görsənməməlidir. Bütün bunda hamısı açıqdadır. Bildiyin hamısı açıqdadır. Ona görə də itki olur. İtki dolanda bax elənçin olur. İndi isə gedək kombimizin yanına yenə baxaq. Təzyiqimizi vurmuşuq. Bu boyda vaxtda bu çoxdan buraxırdı. Təzyiq çoxdan düşürdü. İndi isə gedək yenə baxaq kombimizin yanına. Baxaq. Görək orada vəziyyət nə yerdədir. Gəldim, gəldim. Bizə saniyə qoy. Aşağılarda çəkdim bir yolluq hamısını. Gəldim. Əsas odur, razısan mı? Bəli, budur, radiatorumuz evdə istilik alınır. Təzyiqimiz də bax, nətər vurmuşuq, bax. 1.7, hələ 1.7-dən biraz qabağadır, o da genişlənmə gedir. İstilik olanda genişlənmə gedir. Budur əzizləyicilər. Kanala abunə olun ki, əzizləyicilər. Like verin, yorumlarda gözləyirəm sizləri. Abunə olun ki, belə işləri görə biləsiniz. Sizə mesaj gəlir ki, yəni bu yeni video yüklənibdir, girib baxa biləsən. Bu həmən bu güclü ustaların gördükləri işə və bizim gördüyümüz işlərə. Budur əzizləyicilər. İnşallah növbəti videolarımız olacaq. İzləməyi unutmayın. Maraqlı videolar olacaqdır. Belənçi videolar, məsələn və s. başqa bir sahədə də olanda bizim işin də belə deyək. Yanında olanda başqası işləyibsə, çəkilişdə onu da eləyirəm, görə biləsiniz. Hələlik bu qədər. İnşallah növbəti videolarda paylaşana qədər abunə olmağı unutmayın. Hələlik bu qədər. Sağ olun əzizləyicilər.